Salam əziz izləyicilər, mən Fizik Akademinin Kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə kimyadan aldehidlərin alınması və kimyəvi xassələri mövzusunu nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sənayedə alınmasına gəldikdə, metanol sənaye əhəmiyyətli maddədir və o sənayedə alan zaman metanın oksidaşma reaksiyası aparılır. Bu zaman metan oksigen ilə 500 dərəcədə katalizator iştirakı ilə reaksiyaya daxil olur. Metanol və su əmələ gəlir. Metanolun oksidləşməsi reaksiyası da həmçinin metanolun sənayedə alınma reaksiyalarından biridir. Bu zaman mis və yaxud da ki, gümüş deməli katalizatorundan istifadə olunur. Yəni metanol və su əmələ gəlir. Etanol sənayedə alan zaman etilen oksidləşir. Etilen oksidləşməsindən etanol alınır. Bir də ki, məlum Kucherov reaksiyası asetilenin hidratlaşması. Bu reaksiya artıq əzbərimizdədir. Asetilenin su ilə və duzları altında hidratlaşması etanol əmələ gətirir. Bu, onların sənayedə alınma üsullarıdır. Laboratoriyada alınma üsullarına nəzər yetirək. Laboratoriyada alınma üsullarına gəldikdə isə, deməli, birli spirtlərin oksidləşməsindən, birli spirtlər oksidləşən zaman, deməli, uyğun olaraq aldehidlər əmələ gəlir. Bu oksidləşdirici kimi miski oksid, hidrogen peroksid istifadə oluna bilər. Ümumi bu formada yaza bilərik. Oksidlə oksidləşən zaman aldehid əmələ gəlir. Mis və su əmələ gəlir. Bu, onların laboratoriyada alınma üsullarına nümunədir. Həmçinin birli spirtlərin katalitik dehidrogenləşməsindən də biz, deməli, CH2OH, katalitik dehidrogenləşməsindən də aldehid ala bilərik. Aldehidlərin alınma reaksiyaları bunlardır. Fiziki xassələrinə gəldikdə, formaldehid özü rəngsizdir, kəskin iyili, zəhərli bir qazdır. Suda yaxşı həll olur və onun 40% məhluluna formalin deyirlər. Sirkə aldehidi adi şəraitdə maye haldadır, ali nümayəndələr isə bərk haldadır. Molekul kütləsi artdıqca aldehidlərdə ərimə qaynama temperaturu artır və suda həll olma isə azalır. Aldehidlərdə hidrogen rabitəsi yaranmır. Buna görə də onların qaynama temperaturu uyğun spirtin qaynama temperaturundan aşağı olur. Çünki hidrogen rabitəsi olan birləşmələrdə qaynama temperaturu yuxarı qalxırdı. Kimyəvi xassələrinə gəldikdə, aldehidlər oksidləşmə və pi rabitə, belə deyək, oksidləşmə reaksiyaları xarakterikdir bunlar üçün və pi rabitə saxladıqlarına görə təbii ki, birləşmə reaksiyalarında daxil olurlar. Hidrogenləşmə reaksiyasına gəlin nəzər yetirək. Aldehidlərin hidrogenləşməsi reaksiyası. Tutaq ki, metanol, daha doğrusu etanolun hidrogen ilə reaksiyasını yazaq. Etil spirt əmələ gəlir. Aldehidlər molekullarındakı mütərrik hidrogen atomu bəzi maddələr, məsələn, amoniyak, siyanid, hidrogen xlorid və s. ilə birləşmə reaksiyasına daxil olur. Nümunə yazaq. H-xlorla reaksiya daxil olanda OH maddəsi əmələ gəlir. Yəni, mütərrik hidrogen burada H-xlordakı H qismən müsbət yükləndiyinə görə aldehid qrupundakı oksigenlə birləşir. Xlor isə qismən mənfi yükləndiyinə görə aldehid qrupunda qismən müsbət yüklənən karbon atomu ilə birləşir. Nəticədə belə bir birləşmə əmələ gətirir. Və təbii ki, oksidləşmə reaksiyaları aldehidlərin ən vacib kimyəvi xassələrini göstərir. Testlərdə, suallarda buna çox rast gəlirik. Bu reaksiya hansıdır? Aldehidlərin təyinli reaksiyasıdır. Birincisi təbii ki, gümüş güzgü reaksiyasından danışacağıq. Reaksiya gümüş peroksidin amoniakdakı məhlulu ilə aparılır və bu zaman aldehidlər karbon turşularına oksidləşir. Tutaq ki, CH3C oksigen hidrogeni, yəni ki, metanalı argentium oksidlə oksidləşir. Buraya amoniak məhlulu. Nəticədə dediyi nəyə oksidləşir?
turşuya, düzdürmü? Və gümüş çökür, qabın divarlarına güzgü effekti yaradır. Buna görə də gümüş güzgü reaksiyası deyirik. Sonra miski hidroksid ilə iştirakında oksidaşma reaksiyası var. Aldehidlər uyğun karbon turşularının oksidaşması həmçinin təzə hazırlanmış miski hidroksid iştirakı ilə gedir. Yəni təzə miski hidroksid məhlulu ilə reaksiyaya daxil olurlar. Bu maraqlı bir reaksiyadır uşaqlar. Burada rəng dəyişimi müşahidə olunur. Deməli, mis-2 hidroksid məlumunuz olduğu kimi göy rəngdədir, yəni göy çöküntüdür. Və oksidləşdiyi zaman aldehid uyğun turşunu əmələ gətirir və mis-1 hidroksid ilə su. Mis-1 hidroksid isə sarı rəngli çöküntüdür. O da davamsızdır, alınan kimi parçalanır. Mis-1 oksid qırmızı oksidə və suya. Deməli, biz burada 3 cür çöküntü gördük. Birincisi göy çöküntü, ikincisi sarı çöküntü. Sarı rəngimiz nəsə çox da sarı olmadı. Bu sarı çöküntüdür. Və nəhayət alınan üçüncü isə mis-1 oksid qırmızı çöküntü. Bu rəng dəyişmələrinə aid testlərdə çoxlu suallar olur. Bu da aldehidlərin təyin reaksiyalarından biridir. Daha sonra buradakı əsas, yəni oksidaşma reaksiyalar, təyin reaksiyalar testlərdə rast gələn məqamlardır. Həmçinin polimerləşmə reaksiyasına da daxil olurlar. Polikondensləşmə reaksiyasına da daxil olurlar. Polimerləşmə reaksiyasına daxil olan hansıdır? Fenol formaldehiddir. Polikondensləşmə reaksiyası daha doğrusu fenol formaldehid qətranının alınması ilə gedən reaksiyadır. Deməli, molekula fenol molekula su. Fenol formaldehid qətranı əmələ gəldi. Həmçinin bu birgə polimerləşmədir. Daha doğrusu polikondensləşmədir, çünki suda əmələ gəlir. Polimerləşmə reaksiyasına da özlüyündə daxil olur. Polifenol formaldehid əmələ gətirə bilir. Bugün biz sizinlə dərsimizdə aldehidlərin alınması və kimyəvi xassələrinə nəzər yetirdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti video izahlarda görüşənədək.